Bu videonu gözündə tədricən yığılma olan pasientlər üçün çəkirik. Belə ki, bəzi insanlarda müəyyən yaşdan sonra, xüsusilə xanımlarda orta yaşdan sonra gözlərində ya bir tərəfli, yaxud da ki, iki tərəfli məcburi yığılmalar şəklində bir xəstəlik formalaşır. Bunun adı blefarospazmdır. Blefarospazm göz ətrafı əzələlərin qeyri-iradi yığılması nəticəsində İnsanların gözündə büzüşmə, yığılma, tez-tez göz qırpma şəklində, bəzən bir tərəfli, bəzən isə iki tərəfli qeyri-iradi hərəkətlər formalaşır. Əziz pasientlər, siz bu problemi bir çox hallarda müəyyən müalicələrlə, dərmanlarla müalicə etməyə çalışırsınız. Amma təəssüf ki, sırf blefarospazm diaqnozu qoyulan pasientlərdə dərman müalicəsi heç bir effekt vermir. Belə ki, blefarospazmın dünyada qızıl standart müalicəsi botulina terapiyadır. Yəni xüsusi iynə göz dibində və gözün ətrafındakı əzələlərə vurulmaqla onların spazmını aradan qaldırırıq. Əgər sizdə artıq getdikcə artıb və 3 aydan çox davam edən blefarospazm varsa, müraciət edə bilərsiniz. Biz sizə göz ətrafına bu xüsusi botulina terapiya prosedurunu etməklə sizin göz əzələlərinizin o məcburi, qeyri-iradi yığılmasını aradan qaldıra bilərik.